Hörmətli tamaşaçılar, Sərhədçi Olimpiya İdman Mərkəzindən güləş üzrə Azərbaycan çempionatından canlı yayıma başlayırıq. Bugündən etibarən Azərbaycan çempionatı start götürdü və 3 gün ərzində bu il üçün, 2013-cü il üçün güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyən olunacaq. Bugün qeyd edək ki, Yunan-Roma güləşi üzrə 55, 60, 66 və 74 kiloqram çəki dərəcələrində qaliblər müəyyən olunacaq. Və hal-hazırda artıq görüşlər başlayıb. Bir qədər öncə biz Rəşad Şükürovla Xaliq Abdullayevin görüşü oldu. Biz efirə qoşularkən ilk görüş idi və bu görüş vaxtından əvvəl yekunlaşdı. Rəşad Şükürov Pəhlivan klubunun üzvü həmin qarşılaşmanı öz xeyrinə bir qarşısında dəvət olunur. 85 kiloqramda olan güləşçilər Orxan Vəliyev Spartak, vilayət qəhrəmanlığı Sərhədçi. Qeyd edək ki, A xalçasında Zaur Həsənov qalibiyyəli Lakimardiyev. A xalçasında dəvət olunur. Çəkisi 66 biz sizə əsasən B xalçasının Kamran Məmmədov, Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti. 55 kiloqram çəki dərəcəsində Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti. B xalçası üzərində keçirilən görüşləri hal-hazırda sizə təqdim edirik. Bir qədər əvvəl qeyd etdiyimiz kimi Rəşad Şükürovla Xaliq Abdullayevin qarşılaşması Pəhlivan klubunun üzvünün qələbəsi ilə yekunlaşdı. Və hal-hazırda B xalçası üzərinə Spartak klubundan, Spartak İdman Cəmiyyətindən Orxan Vəliyev və Sərhədçi İdman klubundan vilayət qəhrəmanlığı dəvət olunur. Bir qədər sonra bu idmançıların mübarizəsi başlayacaq. Beləliklə, hər iki güləşçi artıq xalça üzərinə gəldi. Hakim onların yarışa hazır olub-olmadıqlarını yoxlayır və xalça rəhbərinin də qərarını gözləyir ki, görüşə start versin. Hələ ki, görüşün başlamasına icazə verilməyib. Müəyyən texniki problemlər həll olunduqdan sonra yarış başlayacaq. Mən isə qeyd edim ki, bu bir qədər əvvəl də xatırlatdım. İlin son yarışıdır güləşdə. Təbii ki, ilə Azərbaycan çempionatı ilə yekun vurulur. Sərbəst və Yunan-Roma üzrə 7 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Bugün 55, 60, 66 və 74 kiloqram çəki dərəcələrində, yəni yüngül və orta çəki dərəcələrində qaliblər müəyyən olunacaq. İlkin mərhələ görüşləri gedir və Orxan Vəliyev ilə vilayət qəhrəmanları arasında görüş başladı. Orxan Vəliyev Spartak İdman Cəmiyyətinin üzvüdür, qırmızı trikoda, onun rəqibi vilayət qəhrəmanlığı isə göy trikoda mübarizə aparır. Bilirsiniz ki, güləşdə son vaxtlar yenidən qaydalar dəyişib. Ümumiyyətlə, güləşin olimpiya oyunlarında saxlanılması ilə bağlı, olimpiya oyunları proqramında saxlanılması ilə bağlı qərardan sonra və Beynəlxalq Güləş Federasiyasında rəhbər dəyişikliyindən sonra yenidən bir sıra islahatlar aparılır bu idman növü ilə bağlı. Əlbəttə, bir sıra dəyişikliklər
qaydalarda da oldu. Misal üçün Yunan-Roma güləşində əvvəllər dəqiqə yarım mübarizə gedirdi və bundan sonra idmançılardan hər hansı biri parter vəziyyətində mübarizəni davam etdirirdi. İndi isə bu dəqiqə yarımlıq mübarizə qaydası ləğv olunub və ümumiyyətlə güləşlərin daha aktiv mübarizəsini təşkil etmək məqsədi ilə xəbərdarlıqlar var. Yəni güləşməyən idmançıya xəbərdarlıq edilir və o 30 saniyə ərzində üçüncü xəbərdarlıqdan sonra mütləq fənd tətbiq etməlidir. Əgər bunu edə bilməsə, artıq onun rəqibinə xal verilir. Və bu baxımdan da əlbəttə ki, bu xüsusilə Yunan-Roma güləşini daha maraqlı etmək üçün edilib və hal-hazırda çox bəyənilən məhz həm Ümumdünya Güləş Federasiyasında, həm də üzv ölkələrdə, xüsusilə güləş ölkələrində, güləş ənənəsi olan ölkələrdə çox bəyənilən bir addım kimi qiymətləndirilir. Hal-hazırda artıq birinci sezonu yaxınlaşmaq üzrədir bu idmançıların mübarizəsində və vilayət qəhrəmanlığı 8-2 hesabı ilə öndədir. Beləliklə görüş vaxtından əvvəl yekunlaşdı. Vilayət qəhrəmanlığı daha 2 xal qazandı. Rəqibini çevirmə fəndi ilə son olaraq çevirmə fəndi tətbiq etdi və görüşdə vilayət qəhrəmanlığı qalib gəlir. 55 kiloqram çəki dərəcəsində 16-da bir final görüşüdür. Növbəti 16-da bir final görüşü yenə 55 kiloqram çəki dərəcəsində olacaq. Sir xalçasında Qadir Süleymanov qalib gəlir. Sumqayıt Neftçi. Hal-hazırda Orxan Rüstəmov, Fazil Zamanzadə çıxmalı idi xalça üzərinə, ancaq Orxan Rüstəmov görüşə çıxmadığına görə, görüşə çıxmaqdan imtina etdiyinə görə Fazil Zamanzadə avtomatik qalib elan olunur. Neftçi İdman Sağlamlıq Mərkəzinin üzvü. Bir xalçasında Fazil Zamanzadə qalib gəlir. Bir xalçasında dəvət olunur çəkisi 55 kiloqrama olan güləşçilər. Orxan Əhmədov Lokomotiv, Qasım Məmmədov Neftçi. İndi isə 55 kiloqram çəki dərəcəsində artıq növbəti 16-da bir final mərhələsinin qarşılaşması keçiriləcək. Və xalça üzərinə Orxan Əhmədov, Lokomotiv İdman Cəmiyyəti və Qasım Məmmədov, Neftçi İdman Sağlamlığı Mərkəzinin üzvü dəvət olunur. Güləşdəki dəyişikliklərdən danışdıq və qayda dəyişikliklərindən başqa çəki dəyişiklikləri də oldu. Bu yaxınlarda Beynəlxalq Güləş Federasiyası beynəlxalq yarışlar və olimpiya oyunları üçün yeni çəki dərəcələrini təsdiq etdi və bu çəki dərəcələrində bir sıra fərqlər var. Həm sərbəst, həm Yunan-Roma güləşi üçün ən yüngül çəki dərəcəsi müəyyən olunub və təbii ki, artıq bu çəki dərəcələri üzrə idmançılar mübarizə aparacaqlar. Çəki dərəcələrinin sayı artırılıb. Sadəcə olaraq bəzi çəkilər azaldılıb, bəzi çəkilər artırılıb. Misal üçün artıq mütləq çəki kimi 125 və 130 kiloqram nəzərdə tutulub Yunan-Roma və sərbəst güləş üçün. Əvvəllər isə artıq heç bir limit qoyulmurdu və mütləq çəki əvvəllər 120 kiloqram kimi müəyyənləşdirilmişdi. İndi isə gördüyünüz kimi artımlar qeydə alınıb. Və əsas dəyişikliklərdən biri də təbii ki, qadın güləşi ilə bağlıdır. Qadın güləşində çəki dərəcələri artırılıb. Əvvəllər qadınlar 4 çəki dərəcəsi üzrə yarışırdılarsa, indi 6 çəki dərəcəsi üzrə yarışacaqlar. Orxan Əhmədov və Qasım Məmmədov
arasında görüş başlamaq üzrədir. Ən yüngül çəki 55 kiloqram çəki dərəcəsində. Hələ ki qeyd edim ki, bu çempionat, Azərbaycan çempionatı köhnə çəki dərəcələri üzrə keçirilir. Yeni qaydalar yəqin ki, artıq növbəti ildən həm beynəlxalq yarışlarda, həm də yerli federasiyaların, yerli təşkilatların yarışlarında şübhəsiz ki, ölkəmiz daxili yarışlarda da tətbiq olunmağa başlayacaq. Beləliklə, Orxan Əhmədov qırmızı trikoda, Qasım Məmmədov isə göy trikoda yarışır. Axalçasında Kamran Məmmədov Bəlkə idmançılardan heç biri qazanmayıb, ancaq indi mütləq xal veriləcək Orxan Əhmədova. Bir xal göstərir. Xalça kimi, xeyr. 4 xal verildi. Təbii ki, ilk olaraq rəqibin belindən yapışıb yerə doğru çıxdı. Daha sonra daha bir fənd tətbiq etdi və hətta kənar hakim əvvəl 3 xal göstərmiş. Daha sonra bir xal da əlavə olundu Orxan Əhmədovun xal hesabına. Beləliklə, birinci hissə hələ davam edir və qırmızı trikoda olan idmançı, Lokomotiv İdman Cəmiyyətinin üzvü Orxan Əhmədov rəqibi ilə mübarizədə öndədir. İndi daha bir fənd tətbiq edəcək. Bəli, çox gözəl və daha 2 xal qazanır. Rəqibin belindən yapışıb, onu parter vəziyyətdə saldı. Bir çevirmə fəndi daha və görüşü yekunlaşdırmağı olar. Vaxtından əvvəl qələbə qazanır bu görüşdə Orxan Əhmədov. Bir xalçasında Orxan Əhmədov namusun yerə qalib gəlir. Bir xalçasına dəvət olunur. Çəkisi 74 kiloqrama deyə olan güləşçilər. Ceyhun Əliyev, Sumqayət Zenit, Fuad Əliyev, Neftçi. Bir qədər sonra artıq 74 kiloqram çəki dərəcəsində 8-də 1 final mərhələsinin görüşləri keçirilir. Cəmi 70 iştirakçı var. Bugünkü yarışlarda 70 güləşçi mübarizə aparır. 4 çəki dərəcəsi üzrə yenə də qeyd edək. 55, 60, 66 və 74 kiloqram çəki dərəcələrində yarışlar olacaq. B xalçası üzərində 55, 74, 60 və 66 kiloqram çəki dərəcələrində 26 görüşü sizə təqdim edəcəyik. 24 görüş A xalçası üzərində və 25 görüş C xalçası üzərində olacaq. Təbii ki, bir sıra məşhur idmançılarımız da titullu idmançılarımız da bu yarışda iştirak edəcəklər. Misal üçün bir qədər sonra 74 kiloqramda Rəsul Çunayevin qarşılaşmasını Grand Prix turnirinin qaliblərindən biri bir qədər öncə keçirilən güləş üzrə Qızıl Grand Prix turnirinin qaliblərindən biri Rəsul Çunayevin qarşılaşması olacaq. O Eltaç Qacayevlə Kürdəmir idmançısı ilə qarşılaşacaq. Şübhəsiz ki, bu görüşün aşkar favoriti sayılır Rəsul Çunayev. İzlədiyiniz görüşdə isə 74 kiloqramda Ceyhun Əliyev və Fuad Əliyev qarşılaşır. Artıq Ceyhun Əliyev görüşün başlanğıcından Sumqayıt idmançısı Zenit klubunu təmsil edən Ceyhun Əliyev qırmızı trikoda yarışır. Rəqibi ona qarşı fənd tətbiq etmək istədi, ancaq buna imkan vermədi və özü əks fəndlə 2 xal qazandı.
mübarizə hələ ki ayaq üstə davam edir. Hər iki güləşçinin fiziki güc mübarizəsini görürük. Qol hərəkətləri. Təbii ki, hakim mütləq hər hansı güləşçiyə xəbərdarlıq edəcək və indi məhz Ceyhun Əliyevə xəbərdarlıq edir. Hələ ki Ceyhun Əliyevin xal hesabı ilə irəlidə olduğunu görürük və indi o özü çətin vəziyyətə düşdü. Bəli, daha bir dəyişiklik budur ki, güləşdə əvvəllər parter vəziyyətinə salınmağa görə bir xal verilirdi, indi isə 2 xal verilir. Yəni bu da güləşdə xalların verilməsi ilə bağlı qaydalarda edilən dəyişikliklərdir. Hesab bərabərləşdi. Hələ ki cəmi 1 dəqiqə 30 saniyə gerdə qalır. Görürsünüz, dəyişikliklər artıq təbii ki öz bəhrəsini verib qaydalar dəyişilir. Çünki əvvəllər görüşlərin çoxsunda 1 dəqiqə 30 saniyə yekunlaşarkən hələ ki bir çox görüşlər, yəni hesab açılmadan 1 dəqiqə 30 saniyə başa çatırdı. İndi isə heç 1 dəqiqə 20 saniyə keçməmişdi. Artıq hesab 2-2 idi. Yəni hər iki idmançı xal qazanmışdı. İndi Ceyhun Əliyev daha 2 xal qazandı və artıq 4-2 hesabı ilə öndədir bu güləşçimiz. A xalçası Cavid Əkbərzadə, Həsən Aslanlı. Rəsul Şunayev məhz bu görüşdən sonra xalça üzərinə çıxacaq. Balakən idmançısı da əslən Balakəndəndir. Neftçi idmançı alındığı mərkəzinin üzvüdür. Və artıq birinci hissə yekunlaşacaq bir qədər sonra. Hesab 4-2 Ceyhun Əliyevin xeyrinədir. Həsən Aslanlı Sumqayıt Zeynə xalçasına dəvət olunur. 66 kilogram. Bəli, idmançılar özləri də artıq sanki gözləyirdilər ki, məhz birinci hissə başa çatsın. Ona görə də hərəkətsiz vəziyyətdə durmuşdular. Hər hansı bir fənd tətbiqinə cəhd yox idi. Və Ceyhun Əliyev öndədir. Əliyev soyadlı 2 idmançının mübarizəsini təqdim edirik tamaşaçılara və hər iki idmançının yaxın planından gördük. Təbii ki, heç biri məğlub olmaq istəmir, növbəti mərhələyə vəsiqə qazanmaq istəyir və bu mənada Ceyhun Əliyevin daha üstün durumda olduğunu qeyd etməliyik. Beləliklə ikinci hissə başladı. Təbii ki, ikinci hissədə Fuad Əliyev daha fəal olmalıdır, çünki hesabda geridədir. Yenə də əl-qol hərəkətlərindən çox sərt istifadə edirlər idmançılar. Mümkündür ki, yenə hakim idmançılara xəbərdarlıq etsin. Hələ ki, bu baş verməyib. Təbii ki, bir qədər öncə bildirdim. Bəzi məşhur güləşçilərimiz, milli komandalarımızın üzvü bu yarışda iştirak edəcək. Bir çoxları isə təbii ki, istirahət edəcək. Onlara bu yarışda istirahət verilib. Və təbii ki, belə olan halda digər perspektivli idmançılar üçün, yeni idmançılar üçün əlavə imkan yaranır. Onların qalib gəlmələri və Azərbaycan çempionatında fərqlənmələri üçün, milli komandaya cəlb edilmələri üçün əlavə imkanlar yaranır. İndi artıq Ceyhun Əliyev üstünlüyünü bir qədər də möhkəmləndirir.
daha 3 xal qazandı və hesab artıq hətta 4 xal, 8-2 qırmızı trikoda yarışan idmançının xeyrinədir. A xalçası 66 kilogram Asil Məmmədov Moyiq, Elvin Ağayev Beyləqan. Qaşından indi. Qaşından zədələndi. Yüngül bir zədəydi. Ceyhun Əliyev. A-xalçasında çəkisi 66 kiloqramada olan güləşçilər. Asil Məmmədov Moyiq, Elvin Ağayev Beyləqan. Məşqçilərdən xahiş olunur, idmançıları vaxtında döşəyə çıxarsınlar. Yarış davam edir. Asil Məmmədov, Ceyhun Elvin Ağayev, Əliyevlə Fuad Əliyev arasındakı mübarizə. Təbii ki, artıq Ceyhun Əliyevin Sumqayıt idmançısının bu görüşdə qalib gələcəyinə elə bir şübhə qalmayıb. Sadəcə olaraq o sonuncu bir dəqiqəni də indi başa vurmalıdır. Ola bilsin ki, bu dəqiqələr ərzində Ceyhun Əliyev üstünlüyünü bir qədər də möhkəmləndirsin. Fikrimcə yenə o rəqibin xal qazanmasına imkan verməyəcək. Təbii ki, daha çox fəallıq onun rəqibindən Fuad Əliyevdən gözlənilirdi. Ancaq Neftçi İdman Sağlamlığı Mərkəzinin üzvü heç nə ilə yadda qalmadı. Təbii ki, belə bir mübarizə ilə o növbəti mərhələlərdə də heç nəyə nail ola bilməz. Azərbaycan çempionatında çıxışını artıq 8-1 final mərhələsində özü üçün ilk mərhələdə başa vuracaq bu idmançı. Təbii ki, yarışları güləş üzrə milli komandamızın məşqçiləri də izləyir. Onlar da özləri üçün təbii ki, idmançıların mübarizələrindən fiziki vəziyyətləri ilə bağlı müəyyən nəticələr çıxaracaqlar və hansı idmançıların qarşıdakı yarışlara daha hazır olduğunu və hansı yeni idmançıların, perspektivli idmançıların milli komandada çıxış etməyə hazır olduğunu müəyyənləşdirəcəklər. Bir qədər əvvəlki görüş isə başa çatdı Ceyhun Əliyevin qələbəsi ilə. Rəsul Çunayev 74 kiloqram çəki dərəcəsində milli komandamızın üzvü Rəsul Çunayev 8-1 final mərhələsinin görüşünə çıxır. Qırmızı trikoda güləşəcək idmançımız və onun rəqibi Rəsul Çunayev özü Neftçi İdman Sağlamlığı Mərkəzini təmsil edir. Onun rəqibi Eltaç Qacayevdir. Kürdəmir idmançısı. Təbii ki, bu görüşdə aşkar favorit Rəsul Çunayevdir. Ancaq daim biz Azərbaycan çempionatlarında bir sıra gözlənilməz nəticələrin şahidi olmuşuq və hər an hər şey baş verə bilər. Düzdür, biz Rəsul Çunayevi favorit adlandırırıq. Ancaq rəqib idmançını da onun da imkanlarını azaltmaq lazım deyil və hər halda hər şey xalça üzərində gedən mübarizədə həll olunur. Rəsul Çunayev və ardıcıl əla hərəkətlərlə artıq 8 xal qazandı və göstərdiyi kimi bu görüşü cəmi 24 saniyəyə, bəli, çox əla bir nəticə, fantastik bir nəticə. 24 saniyəyə 2-3 akrobatik hərəkət tətbiq olunan fənd və Rəsul Çunayev çox güclü bir idmançıdır, istedadlı bir idmançımızdır və gözlənildiyi kimi Eltaç Qacayevi məğlubiyyətə uğratdı. İndi isə daha bir təcrübəli idmançımız 74 kiloqram çəki dərəcəsində xalça üzərinə çıxacaq. Bu Hacı Murad Bağmanovdur. Hacı Murad Bağmanovun rəqibi Dinamo İdman Cəmiyyətindən olan Əmrah Mazanovdur. Hacı Murad Bağmanov qırmızı trikoda yarışacaq. O da Neftçi İdman Sağlamlığı Mərkəzini təmsil edir. Rəsul Cunayev kimi Balakən idmançısıdır. İstən Balakəndəndir və Əmrah Mazanovla
görüşəcək. Əmrah Mazanov isə göy trikoda yarışır və o da artıq xalça üzərində gəldi. Dinamo İdman Cəmiyyətinin üzvüdür. Nurlan Quliyev, Orxan Məmmədov sirr xalçasına dəvət olunur. 74 kiloqram. Beləliklə görüş başladı. Hacımrad Bağmanovla Əmrah Mazanov arasındakı qarşılaşma. Görüşdə də Bağmanovu favorit adlandırmaq olar. Görə indi bu ümidləri doğruldacaqmı? Əlbəttə verilən xəbərdarlıqdan sonra Əmrah Mazanov artıq parter vəziyyətində mübarizəni davam etdirməyə məcburiyyətindədir. Və Hacımrad Bağmanov tam olmasa belə çevirmə fəndini müəyyən dərəcədə yarımçıq da olsa yerinə yetirdi və bir xal qazandı. Maçlar yenidən ayaq üstə mübarizəni davam etdirirlər. Sirr xalçası 74 kiloqram Nurlan Quliyev, Orxan Məmmədov. Paralel olaraq qeyd etdiyimiz kimi digər xalçalar üzərində də mübarizə gedir və orada C xalçasında 60 və 74 kiloqram çəki dərəcələrində 8-də bir final görüşləri. Yəni, bütün xalçalar üzərində eyni çəkilər üzrə müxtəlif mərhələlərin qarşılaşmaları keçirilir. Bu görüş B xalçası üzərində 7-ci qarşılaşmadır. Bundan sonra Niyaməddin İbrahimov və Timur Umarov görüşəcəklər. Hacımrad Bağmanov əvvəllər yeniyetmələr arasında turnirlərdə 69 kiloqram çəki dərəcəsində yarışıb. 2011-ci il yeniyetmələrin dünya çempionatında gümüş mükafatçıdır. 2011-ci il yeniyetmələrin Avropa çempionatında bürünc medal qazanıb və 2 dəfə yeniyetmələr arasında Azərbaycan çempionatının qalibi olub. Bir dəfə isə Rəşid Məmmədbəyovun xatirəsinə keçirilmiş turnirdə 3-cü yerə çıxıb. Gənclər arasında bu idmançının nəticələri Azərbaycan çempionatında 2-ci yerdir. Əmrah Mazanovun isə elə bir ciddi nəzərə çarpacaq nailiyyəti yoxdur. Beynəlxalq və yerli səviyyədə. Təbii qeyd etdiyimiz kimi bu görüşdə onsuz da öncədən Bağmanovun favorit olduğuna qeyd etmişdim və hələ ki o yalnız bir xal qazanıb və minimal üstünlüklə rəqibinə qalib gəlir.
A xalçasında Asım Məmmədov qalib gəldi. Görək, hələ ki Əmrah Masanovun üçdə vəziyyəti dəyişmək üçün imkanı var və o bir qədər fəal olmalıdır. Sakit Cəlilov, Gömrük, Məftu Babayev, Qusar. Bir sıra idmançılar əvvəllər yeniyetmələrin mübarizəsində çıxış edərkən daha yüngül çəki dərəcələrində yarışıblar. Həm Rəsul Çunayev, həm Hacımurad Bağmanov belə idmançılardandır. Artıq 5-ci dəqiqənin də 25-ci saniyəsi gedir. Və Hacımurad Bağmanov Sir xalçasında Nurlar Quliyev qalib gəlir. Daxili İşlər Nazirliyi 1-0 hesabı ilə öndədir. Sir xalçasına dəvət olunur. Tabloda bir qədər texniki nasazlığı yarandı və bu problem aradan qaldırıldıqdan sonra Gömrük, Sahib Quliyev, Sumqayıt Təhsil. mübarizə davam etdiriləcək. Ona görə də fasilə yaranıb. Artıq 5-ci dəqiqə yekunlaşmaq üzrə idi bu görüşdə. Sir xalçası 74 kiloqram, Səmran Nəsibov, Gömrük, Sahib Quliyev, Texniki Sumqayıt nasazlığı Təhsil. aradan qaldırıldıqdan sonra, yəni tablo işləyəndən sonra, yəni bu vaxtın gedişi məhz burada hesablanır. Ona görə də təbii ki, məhz onun əsasında bu texniki tablo texniki hesablama da burada aparılır və orada dayanma olarsa güləşçilər də mübarizəni yarımçıq dayandırmaq məcburiyyətindədir. Ancaq artıq vəziyyət qaydasındadır və mübarizəni davam etdirmək olar. Belə gedişlə elə görüş bu hesabla başa çata bilər. Yəni minimal üstünlüklə. Əmrah Ramazanov da ciddi müqavimət göstərir rəqibinə, ancaq təbii ki özü fənd tətbiq etməyə cəhd etsə daha yaxşı olar. Bunu isə hələ ki etmir. Və indi yenə də pasiv olsa, fəallaşmasa artıq onu rəqibinə bir xal verilə bilər. Bəli, çox az vaxt qalıb görüşün yekunlaşmasına. Cəmi 20 saniyə. Hacımurad Bağmanov minimal üstünlüyünü davam etdirir. Beləliklə artıq son saniyələr və Hacımurad Bağmanov bu qarşılaşmada rəqibini məğlub edir. Minimal hesabla da olsa o qalib gəldi bu görüşdə və 74 kiloqram çəki dərəcəsində 4-1 final mərhələsinə aldı. Təbii ki, bu çəki dərəcəsində idmançılar arasında ən güclüsü Rəsul Çunayevdir. Rəsul Çunayev açıq-aşkar favorit hesab olunur. Bu çəki dərəcəsində çəkisi 74 kiloqramda olan güləşçilər 8-1 final. Niyaməddin İbrahimov, Neftçi, Timur Umarov, Atasport. Beləliklə 74 kiloqram çəki dərəcəsində növbəti 8-1 final görüşü Niyaməddin İbrahimov, Neftçi İdman Sağlamlıq Mərkəzi və Timur Umarov Atasport klubu görüşəcəklər bir qədər sonra. Timur Umarov 2012-ci il, yəni ötən il keçirilən Azərbaycan çempionatında bu çəki dərəcəsində bürünc medalın sahibidir.
Beləliklə, Niyaməddin İbrahimovla Timur Umarov arasındakı görüşdə başladı. A xalçasında Sakit Cəlilov qalib gəldi gömrük. Çəki dərəcəsində ölkəmizin güclü idmançıları var. Rafiq Hüseynov, Emin Əhmədov, Vitali Rəhimov, təcrübəli idmançılarımız. Sakit Quliyev, Neftçi, Elşən Hüseynov, Neftçi. Onlardan bəziləri bu yarışda iştirak edir. Misal üçün Rəsul Çunayev. Bəziləri isə A xalçası 55 kiloqram. Sakit Quliyev, Neftçi, Elşən Hüseynov, Neftçi. mübarizə aparmırlar. Onlar istirahət edirlər. Bu yarışdan azaddılar. Təbii ki, Məşqçilər Korpusunun ümumi qərarı ilə belə qərarlar qəbul olunub. Niyaməddin İbrahimov qırmızı trikoda, Timur Umarov göy trikoda yarışır. Hələ ki, bu idmançıların mübarizəsində xal yoxdur, hesab açılmayıb. Hacı Murad Bağmanov artıq rəqibi parter vəziyyətində olarkən mübarizəni davam etdirir. Xəbərdarlıq edildi Timur Umarova və o parter vəziyyətində mübarizəni davam etdirir. Ancaq Bağmanov indi fənd tətbiq edə Niyaməddin İbrahimov indi fənd tətbiq edə bilmədi. Rəqib parter vəziyyətində olduğu bir vaxtda və mübarizə yenidən ayaq üstə davam etdirilir hər iki güləşçinin. Xalça mərkəzində olduğunu qeyd etməliyik yenidən. Yaxşı imkan düşmüşdü Niyaməddin İbrahimovun əlinə. Neftçi İdman Sağlamlıq Mərkəzinin təmsilçisidir. Ümumiyyətlə, bu yarışda təbii ki, ən çox idmançı təmsil olunan cəmiyyət yenə Neftçi İdman Sağlamlıq Cəmiyyətidir. Bundan başqa Lokomotiv, Atasport klubu, bu idman klubları cəmiyyətlərindən də kifayət qədər güləşçi Azərbaycan çempionatında mübarizə aparır. Onlardan Gömrükçü İdman klubunu, Sərhədçi İdman klubunu qeyd etmək olar. Mərkəzi Ordu İdman klubu, Cəngi, Inter, Təhsil İdman Mərkəzi, Lokomotiv, Spartak cəmiyyətlərini göstərmək olar. Təbii ki, güləş Azərbaycanda milli idman növüdür. Ölkəmiz üçün ənənəvi idman növüdür və demək olar ki, Azərbaycanda fəaliyyət göstərən bütün idman klubları və cəmiyyətlərdə güləş bölmələri var. Bölgələrimizdə həm keçmiş Sovet İttifaqı dövründən fəaliyyət göstərən idman mərkəzlərində, istərsə də müstəqillik illərimizdə inşa olunan və inşalara davam edən Olimpiya idman komplekslərində, Olimpiya mərkəzlərində hər birində güləş zalları, güləş bölmələri fəaliyyət göstərir və valideynlər də həvəslə öz övladlarını güləş bölmələrinə yazdırırlar. Çünki əlbəttə bu idman növü həm gənc nəslin sağlam inkişafında böyük rol oynayır, sağlam fiziki inkişafında böyük rol oynayır. Beləcə də əlbəttə ki, hər bir güləş idman növünə yazılan, yəni bu idman növünə yenicə başlayan yeniyetmələrin, gənclərin də arzusu şübhəsiz ki, nailiyyət qazanmaq, beynəlxalq yarışda fərqlənməkdir. Onlar da bu arzu ilə məhz peşəkar idman karyeralarına başlayırlar. Əlbəttə ki, məhz həmin bölmələrdə, həmin idman klublarında güləşin sirlərinə yiyələnən idmançılar, onların bir çoxu Azərbaycan çempionatlarında mübarizə aparan güləşçilərdir. A
A xalçasında sakit xəbərdarlıq edildi. İdman sağlamlıq mərkəzi. A Rəqibə xalçasına dəvət olunur çəkisi. zədə yetirdi Niyaməddin İbrahimov. Ona görə də ona hakim xəbərdarlıq etdi. Bir də belə bir halın baş verəcəyi halda onu yarışdan diskvalifikasiya edəcəyini qeyd etdi. Görüşdə isə hələ ki hesab açılmayıb. Si xalçasında Samran Nəsibov qalib gəlir, gömrük. Si xalçasına dəvət olunur, çəkisi 74 kiloqramada olan güləşçilər. Sadiq Bağırov, Inter, Şamxal Ağayev, Masallı. İndi isə artıq Timur Umarovun xal qazanmaq imkanı var. Atasport klubunun təmsilçisi. Görək ki, rəqibin parter vəziyyətində olmasından necə istifadə edəcək? Hələ ki, onun cəhdləri alınmır. Tabii gedişdə heç alınmayacaqdır. Bəli, hakim yenə idmançıların ayağa qalxmasını istədi və onlar Si xalçasına dəvət olunur, Sadiq Bağırov, Inter, Şamxal Ağayev, Masallı. Timur Umarovla Niyaməddin İbrahimov yenidən ayaqüstə mübarizəyə başladı və indi artıq ilk xal veriləcək. Yəni Timur Umarova bir xal rəqibini xalçadan kənara çıxartdığına görə. Xeyr, indi bir qədər düzəliş edim. Bəli, xalı Niyaməddin İbrahimova verdilər hakimlər və buna görə də Timur Umarovun məşqçisi etiraz etdi və təkrar görüntülərə baxdıqdan sonra hakimlər yekun qərarı verəcəklər. Sözün düzü doğrudan da bir mübahisəli vəziyyət idi. Mən də elə zənn etdim ki, hətta kənar hakim bir xal verilməsini istəmişdi Timur Umarov, ancaq xalça rəhbəri və digər hakimlər başqa qərar qəbul etdilər və ona görə də indi dəqiq qərarın verilməsi üçün təkrar görüntülərə baxmaq vacib sayıldı. Bəli, etiraz qəbul olunmur. Əvəzində Niyaməddin İbrahimova daha bir xal verildi. Nevşehir İdman Sağlamlıq Mərkəzinin üzvü artıq 3-0 hesabı ilə öndədir. Bir dəqiqə qalıb. İndi görüşdə dəyişiklik etmək üçün Timur Umarovun çox az vaxtı qalıb. Bu vaxt ərzində o ən azı 3 xal qazanmalıdır, hesabı bərabərləşdirməlidir qalib gəlmək üçün. Cəmi 30 saniyə qalıb görüşün yekunlaşmasına. Bu qarşılaşmadan sonra Cavid Nəfəsovla Tural İskəndərli xalça üzərinə çıxacaqlar. Beləliklə bu qarşılaşma da yekunlaşdı. Niyaməddin İbrahimovun qələbəsi ilə o 3-0 hesabı ilə qalib gəldi. Bir xalçasına dəvət olunur 60 kiloqram çəkində 8-də 1 final görüşünə. Cavid Nəfəsov, Neftçi, Tural İskəndərli, Beyləqan.
Cavid Nəfəsli Neftçi, Tural İskəndərli Beyləqan bir xalçasına dəvət olur. Si xalçasında Sadiq Bağırov qalib gəldi Inter. Si xalçasına dəvət olunur 74 kg çəki dərəcəsində 8-də 1 final görüşünə Rüstəm Əliyev, Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti, Emin Hümbətov, Neftçi. Beləliklə bir qədər əvvəl xatırlatdığımız kimi növbəti qarşılaşma Cavid Nəfəsov qırmızı trikoda yarışır. Neftçi İdman Sağolun Mərkəzi üzvü və onun rəqibi Beyləqan güləşçisi Tural İskəndərli. Göy trikoda mübarizə aparır. Tural İskəndərli bu qarşılaşma 60 kiloqram çəki dərəcəsində 8-də 1 final görüşüdür. Yəni bu izlədiyimiz bir xalçası üzərində 60 kiloqramda izləyəcəyimiz ilk görüşdür. Artıq görüşə çox fəal başlayır Cavid Nəfəsov. Rəqibi parter vəziyyətinə salmaqla 2 xalı qazandı. Artıq ilk saniyələrdən fəal başladı görüşə. Bəlkə özü üçün çox vacib olan 2 xala qazandı Cavid Nəfəsov. Və rəqibin kürəyini yerə vurdu. Vaxtından əvvəl qələbə qazana bilərdi Nəfəsov, ancaq xeyr, hal hesabı hələ ki dəyişməyib. Və indi Tural İskəndərli parter vəziyyətində mübarizəni davam etdirir. Görək indi vəziyyətdə necə istifadə edəcək. Və gözəl çevirmə fəndi. Və vaxtından əvvəl qələbə. 10-0 hər çevirmə fəndinə görə. 4 xal verildi Cavid Nəfəsova. Rəqib mübarizədə qırmızı trikoda yarışan idmançı ilə bacara bilmir. Cavid Nəfəsov növbəti mərhələdədir. 60 kiloqram çəki dərəcəsində 4-də 1 final mərhələsində mübarizəni davam etdirəcək. 8-də 1 final görüşünə Rövşən Tağıyev Neftçi, Qəni Abdullayev Neftçi. İndi isə Rövşən Tağıyevlə Qəni Abdullayevin mübarizəsi olacaq. B xalçasında bu idmançılar da 60 kiloqram çəki dərəcəsində yarışırlar. Beləliklə
60 kiloqram çəki dərəcəsində 8-də 1 final görüşləri gedir artıq və ikinci görüş Rövşən Tağıyevlə Qəni Abdullayev arasındadır. Rövşən Tağıyev Neftçi İdman Sağlığı Mərkəzinin üzvü qırmızı trikoda yarışır. Və onun rəqibi Qəni Abdullayev, o da Neftçi İdman Sağlığı Mərkəzinin güləşçisidir. O isə göy trikoda yarışır. İki neftçi idmançısı 4-də 1 finala çıxış üçün mübarizə aparacaq. Ümumiyyətlə qeyd edim ki, B xalçasında hal-hazırda 8-də 1 final görüşlərindən sonra 55 kiloqramda 4-də 1 final görüşləri başlayacaq. Daha sonra 66 kiloqramda, 60 kiloqramda yarım final görüşləri və 2 də təsəlli verici görüş olacaq B xalçası üzərində. Ümumilikdə isə cəmi 75 görüş keçirilməlidir. Bütün sıraladığımız qarşılaşmalarla birlikdə. Bugün qeyd edək ki, saat 16-da güləş üzrə Azərbaycan çempionatının rəsmi açılış mərasimi olacaq. Daha sonra final görüşləri başlayacaq. 55, 60, 66 və 74 kiloqram çəki dərəcələri üzrə bürünc medal uğrunda və final görüşləri keçiriləcək. Qaliblərə həmişə olduğu kimi Azərbaycan Güləş Federasiyasının medalları, fəxri fərmanları, eləcə də tam geyim dəsti veriləcək. Təbii ki, bundan öncə qalib gələn idmançıların bir məqsədi var. Milli komandaların, müxtəlif yaşlı milli komandaların əsas etibarilə də əsas milli komandanın heyətinə cəlb olunmaq. Əsas istək budur və hər bir idmançı da Azərbaycan çempionatında qələbə qazanarkən ilk növbədə bunu fikirləşir. Rövşən Tağıyev C xalçasında, bir xalçasında Rövşən Tağıyev qalib gəldi. Bir qədər öncə qalib gəldi. Bir xalçasında dəvət olunur, çəkisi 60 görüş vaxtından əvvəl yekunlaşdı. Rəqibə xəbərdarlıq edildi və o diskvalifikasiya olundu yarışdan. İndi isə 60 kiloqramda növbəti 8-də 1 final qarşılaşması başlayır. Başlayacaq daha doğrusu. Zaur Bağırovla Kərim Cəfərov mübarizə aparacaqlar. 60 kiloqram. Zaur Bağırov, Kərim Cəfərov. Rövşən Tağıyev bir qədər öncə qalib gələn idmançı. 2010-cu il yeniyetmələr arasında Avropa çempionatının bürünc mükafatçısı. Eləcə də gənclər arasında 2011-ci il Avropa çempionatının gümüş mükafatçısı idi. Azərbaycan çempionatlarında isə gənclər arasında və hünər meydanı yarışlarında qalib gələn bir idmançıdır. Zaur Bağırov və Kərim Cəfərov arasında qarşılaşma başladı artıq. Zaur Bağırov qırmızı trikoda yarışır, Mərkəz Ordu İdman Klubunun üzvüdür. Kərim Cəfərov isə Neftçi İdman Sağlıq Mərkəzini təmsil edir. Bağırov qırmızı, Cəfərov göy trikoda yarışırlar. Zaur Bağırov haqqında onu bildirək ki, bu idmançı ötən il Azərbaycan çempionatında 3-cü yer tutub. Azərbaycan çempionatının bürünc mükafatçısıdır. İlk xalı isə Kərim Cəfərov qazandı bu qarşılaşmada.
mübarizə davam etdiriləcək. Sih xalçasında Tural Umayov qalib gəlir, gömrük. Tablo. Sih xalçasına dəvət olunur. Tablonun fəaliyyəti yenidən bərpa olunandan sonra mübarizə davam etdiriləcək B xalçasında. Vüsal Rüstəmov, gömrük Xalid Hüseynov Təhsin. Paralel olaraq C xalçasında 66 kiloqramda 8-də 1 final qarşılaşmaları davam edir və bir qədər sonra Vüsal Rüstəmovla Xalid Hüseynov arasında görüş başlayacaq. Artıq Kərim Cəfərovun üstünlüyü bir qədər də artıq o 5-0 hesabı ilə öndədir və belə gedişlə o vaxtından əvvəl bu görüşü başa vuracaq. Artıq daha 3 xal verildi ona, əlavə 4 xal və görüş yekunlaşdı. Bəli, hakim görüşü yekunlaşdıra bilər, çünki üstünlük çox böyükdür. 9-0 hesabı ilə rəqibinə qalib gəlir Kərim Cəfərov. Göy trikoda yarışan idmançı, Neftçi İdman Sağlamlıq Mərkəzinin üzvü. Neftçi cəmiyyətinin güləşləri həm çoxdur bu yarışda, digər idmançılarla müqayisədən də qazandığı nəticələr də hələ ki çox yaxşıdır, qənaət bəxşdir. Elman Muxtarov, Neftçi, Elşən Məmmədov, Sabirabad. İndi Neftçi İdman Sağlamlıq Mərkəzinin daha bir üzvü mübarizəyə başlayacaq 60 kiloqram çəki dərəcəsində. Elman Muxtarovdur bu. Qırmızı trikoda yarışacaq. Onun rəqibi Sabirabad idmançısı Elşən Məmmədovdur. Yenə də biz idmançıları hər hansı birini favorit adlandıra bilərik. Bu Elman Muxtarovdur. Elman Muxtarovun nəticələrinə diqqət yetirək. Yenitmələrin 2010-cu il Olimpiyadasının qalibidir bu idmançı. Sih xalçasında Vüsal Rüstəmov qalib gəlir, gömrük. Sih xalçasına dəvət olunur. Çəkisi 66 kiloqramadək olan güləşçilər 8-də 1 final. Cavid Əsədov, Moyik, Rüstəm Durmuşov, Neftçi. Bir xalçasında Elman Muxtarov. Bəli, Elman Muxtarov 2010-cu il Olimpiya oyunlarının, Yenitmələrin Olimpiyadasının qalibi. 2011-ci il Avropa çempionatı, Dünya çempionatının yenitmələr arasında qalibi, Azərbaycan çempionatının, müxtəlif turnirlərin yenitmə və gənclər arasında Avropa Dünya çempionatlarının mükafatçısı qalib gəldi bir qədər öncə. O qədər də tanınmış olmayan Sabirabad idmançısını məğlub etdi. Bu gözlənilən idi. Və indi Toğrul Sabirzadə ilə Bəşir İsazadə görüşəcəklər. Sih xalçasında Cavid Əsədov qalib gəlir, Moyik. Sih xalçasına dəvət olunur. Çəkisi 66 kiloqramadək olan güləşçilər 8-də 1 final. Orxan Əmralıyev, Cəngi Güləş qrupu, Həsən Əliyev, Neftçi İdman Sağlamlıq Mərkəzi. A xalçasında Murad Bazarov qalib gəldi, Neftçi İdman Sağlamlıq Mərkəzi. Növbəti görüşün iştirakçıları artıq mübarizəyə başladılar. Toğrul Sabirzadə, Cəngi Güləş klubunun üzvü qırmızı trikoda yarışır və onun rəqibi Bəşir İsazadədir, Lənkəran idmançısı. Ölkəmizin tanınmış
güləşçilərindən biri olan Murad Bazarov da bir qədər öncə A xalçasında öz görüşünü qələbə ilə başa vurdu. Artıq yavaş-yavaş digər xalçalar üzərində də keçirilən qarşılaşmalarda ilkin mərhələ görüşləri yekunlaşır. Bəli, Murad Bazarov Kamran Baxışovu məğlub etdi 55 kiloqram çəki dərəcəsində 8-də 1 final görüşündə. Beləliklə artıq Toğrul Sabirzadə 1-0 hesabı ilə görüşdə önə keçib. Bəşir İsazadə ilə görüşdə qırmızı trikoda yarışan idmançı öndədir. Digər bir məşhur güləşçimiz Avropa çempionu, dünya çempionatının mükafatçısı